Salam əziz müdavimlər, biz sizinlə bugün yeraltı sular, bataqlıqlar, süni su obyektləri, buzlaqlar haqqında məlumat verəcəyik. Mütləq şəkildə bilməlisiniz ki, yeraltı su dediyimiz zaman biz yer qabığında su keçirən və suya davamlı, yəni su keçirməyən süxurlardan təşkil olunduğunu bilirik ki, yer qabığında iki cür süxur olacaqdır. Həm su keçirən, həm su keçirməyən. Bildiyimiz kimi, su keçirən süxurlara qum, çınqıl, tuf, çay daşı, suya davamlı süxurlara isə qranit, bazalt və gil aiddir. Ən çox suallara düşür. Gil su keçirir yoxsa yox? Deyəcək, gil su keçirməyən süxurdur. Yəni, harada gil varsa, orada su süzülmür. Eləcə də qalacaqdır. Biz deyəcəyik bunlara ki, qranit, bazalt, gil su keçirməyən süxurlardır. Amma çınqıl, qum daşı, bunlar nədir? Su keçirən süxurlardır. Həmçinin də duzlar, gips, əhəng daşı, suda həll olan süxurlarda mağaralar əmələ gəlir. Məsəl üçün, sual düşə bilər ki, mağaralar nə üçün yaranır? Deyəcək ki, suda həll ola bilən süxurların nəticəsində mağaralar yaranır. Yer səthinə düşən yağıntı sularının bir hissəsi su keçirən süxurlardan keçərək yerin altına hopur və yeraltı sular əmələ gətirir. Məsəl üçün, sizə qısa bir izah verim. Elə düşünün ki, siz bir təsərrüfatdasınız və yer suvarılır. O suvarılan suyun bir qismi isə yer tərəfindən hopur və o hopan sular yerin dərinliyinə gedərək olur yeraltı sular. Və yeraltı sular süxurların çatlarında və məsamələrdə toplanmış sulara deyilir ki, bu sular yatım ardıcıllaşılaraq qurunt və layarası sulara bölünür. Bu sual çox vaxta düşür ki, qurunt suyu nədir və layarası sular nə deməkdir? Baxın, qurunt suyu dediyimiz zaman birinci suya davamlı lay üzərində yerləşən belə sular qurunt sularıdır. Yəni, onlarda quyular qazılarkən səthə çıxar. Çox vaxt bəzilərinizin həyatında ola bilər ki, bir quyu qazılır və oradan su çıxır. Biz ona deyəcəyik qurunt suları. Yəni, qurunt suları su keçirən layla su keçirməyən layın arasındadır. Alt hissədə su keçirməyən laydır, üst hissədə isə su keçirən laydır və nəticədə yaranacaqdır qurunt suyu. Və çox vaxt da evlərinizdə müəyyən bir quyu qazılır, o çıxan su olacaq nə? Qurunt suyu. Amma ki, layarası su və yaxud da biz bunu arteziyan suyu deyirik ki, bu sular isə iki dənə su keçirməyən qatın arasında və bu arteziyan suları çox dərindən çıxarılır. Və arteziyan suları daha təmiz, daha çox, belə deyək ki, minerallaşma dərəcəsinə malik sulardır. Bir çox hallarda bu sulardan müalicə istifadə oluna bilər. Tropik səhralarda, məsəl üçün, Şimali Afrika, Ərəbistan yarımadasında qurunt suları səthə çıxaraq vahə yaradır. Yada saxlayın, ən çox bunu biz görə bilərik Afrika səhralarında. Vahə nədir? Yeraltı suyun bir qisminin səthə çıxması ilə yaranır. Və qurunt suları daha çox minerallaşmaya məruz qalır, şoranlaşırlar. Yəni, onlarda duzun miqdarı artdıqda nə baş verir? Şorlaşma. Səthə çıxaraq şoranlıqların yaranmasına səbəb olurlar ki, daha çox biz bunu Küraraz ovalığında, həmçinin Avstraliyada görə bilərik. Yerdə qurunt sularının paylanmasında müxtəliflik müşahidə oluna bilər. Afrika səhralarında yeraltı suların rolu çox böyükdür. Həmçinin onları içməli su kimi istifadə oluna bilər. Siz fikirləşirsiniz ki, Afrikada su yoxdur. Əksinə, Afrika səhraları yeraltı suya zəngindir. Sadəcə, onların, belə deyək ki, səthə çıxarılması müəyyən məbləğ maddiyyat tələb etdiyi üçün o çıxarıla bilmir. Və Afrika yeraltı sulara görə böyük səhralar çox böyük əhəmiyyət daşıyır. Sadəcə insanlarda oradakı maddiyyat və belə deyək ki, Afrikada daha çox müstəmləkə rejiminin yaradılması o insanların, əhalinin su ilə təminatını azaltmışdır. Lakin müəyyən ərazilərdə bir çox iyanilər vasitəsilə oradan su çıxarılır. Yəni, yada saxlayın, Şimali Afrika səhralarında, həmçinin Avstraliyada belə böyük yeraltı su qaynaqları var. Bir də bunu qeyd edək ki, biz dedik, iki suya davamlı lay arasında yerləşir artezyan suları və onlar qurunt sularından aşağıda yerləşir. Və bu sular, belə deyək ki, əyilmiş formada olur, yüksək təzyiqlə çıxır. İlk dəfə isə artezyan quyusu Fransanın Artois şəhərində, Artois əyalətində qazılıbdır. Dünyada ən böyük artezyan hövzəsi Qərbi Sibir, bu Rusiyaya aiddir. Böyük artezyan hövzəsi Avstraliyaya aiddir. Böyük səhra, yəni Afrikadadır və Mərkəzi Asiyadadır. Baxın, bunların çoxu əsasən quraq və həmçinin də susuz ərazilər. Lakin yerin altında qoyu su var ki, bunlarda üstündə yoxdur. Amma yeraltı suyu, yəni artezyan suyu çoxdur.
Lakin üstü səhradır. Yəni bunu fikirləşməyin ki, səhrada amma su olmur. Əksinə, o səhranın altı böyük bir nədir? Artezyan suyuyla zəngindir. Qafqazın isə ən böyük artezyan hövzəsi olacaq Küraraz ovalığında. Azərbaycan ərazisində yeraltı sular qeyri-bərabər paylanıb. Onlar dağlıq və yaxın ərazilərdə yeraltı sular daha çoxdur. Quraq iqlim malik ərazilərdə yeraltı sular azdır. Küraraz ovalığında quruntu suları 1-5 metr dərinlikdə yerləşir və bu sular yüksək dərəcədə minerallaşmış olduğundan istifadəyə yararsızdır. Yəni bu sularda duzlu çox olduğu üçün insanlar içmək üçün yararlı deyil. Bəzən bu sulardan həyat bazalarının suvarılmasında, əkin sahəsi suvarılmasında istifadə olunur. Lakin içməli su kimi istifadə olunması çox çətindir. Suvarma düzgün aparılmadığı zaman isə şoranlaşmanın qarşısını almaq üçün kollektor drenajdan istifadə olunur. Yadda saxlayın. Kollektor quruntu suyunun səviyyəsini aşağı salmaq üçün hidrotexniki bir qurğudur. Drenaj isə o suları kollektora axıtmaq üçün çəkilən kiçik bir hidrotexniki qurğudur. Məsələn, Küraraz ovalığından keçən Baş Şirvan, Baş Milmuğan kollektor vasitəsilə minerallaşmış sular Xəzərə tökülür. Yəni kollektor vasitəsilə biz aşağı salırıq. O drenaj vasitəsilə, yəni drenaj bizim üçün bir boru kimi nəzərdə tutun və o su tökülür Xəzərə. İstifadə üçün daha yararlı sular Qusar düzündədir, Qanağəyri çay, Lənkəran ovalığı, bu kimi ərazilərdədir və artezan suları daha çox Küraraz ovalığında yerləşir. Yadda saxlayın, Qafqazın ən böyük artezyan hövzəsi olacaqdır Küraraz ovalığı. Və yadda saxlamaq lazımdır ki, yenə deyirəm, artezyan suyu ayrıdır, quruntu suyu ayrıdır. Artezyan suyu daha alt təbəqədir, quruntu suyu isə daha nisbətən yuxarıdadır və quruntu suyu yerləşəcəkdir. Belə deyək ki, üst hissə su keçirən, alt hissə su keçirməyəndir. Amma artezyan sularında isə hər iki tərəfdə su keçirməyən suxur olacaqdır. Keçək sizlə biz bataqlıqlara. Bataqlıqlar daha çox düşən mövzudur və bunu belə bilmək lazımdır ki, ifrat rütubətlənmiş ərazilərdə bataqlıqlar çox yayılıbdır. Burada torf qatının qalanlığı 30 cm-dən az olmadığı ərazilərdir ki, və həmçində bataqlaşmış ərazilər daha çox biz harda görə bilərik bataqlaşmış əraziləri? Rütubətin çox olduğu Amazon ovalığı və yaxud da Qərbi Sibir, bu kimi ərazilərdə daha çox ola bilər. Bəs bataqlığa nə yaradır? Yağıntının miqdarının buxarlanmadan çox olması, quruntu suyunun səviyyəsinin daha yaxın yerləşməsi, daimi donuşluq, hamar relyef, çayların gürsüzlük dövrü. Baxın, sual deyə bilərsiniz, Amazonda yoxdur soyuq. Əksinə, bu soyuğun və gürsüzlüğün ola bilər. Yəni hər ikisi olmaya da bilər. Biri soyuqda ola bilər, biri bol sulu ərazidə ola bilər. Yəni şərt deyil ki, soyuq olan yer və yaxud da ki, mütləq olmalıdır. Soyuq olmayan yerdə də olur. Məsələn, Amazon ovalığında bataqlıq yarana bilər. Çünki nədir? Gürsüzlük var, bol su var. Başa düşdünüz bunu? Bir də bataqlığın yaranması üçün durğun su tutarlarda sfaqnum mamırı var. Bu mamır bataqlığı səthini örtür və bitkilərin çürüməsinin ərazinin daha çox bataqlaşmasına səbəb olur. Və nəticədə bataqlıqlar formalaşır. İki cür bataqlıq var. Alt və üst bataqlıq. Alt bataqlıqlar keçmiş göllərin, çay dərələrinin, həmçinin mineral tərkibli quruntu sularının qidalanması ilə yaranır. Burada alt bataqlıqlar torfun qalınlığı az olur. Həmişə sual düşür imtahanda ki, harda qalınlıq az olur? Deyək ki, alt bataqlıq az olacaqdır və alt bataqlıqdan gübrə kimi istifadə olunur. Bu bataqlıqlar daha çox münbit əkin sahəsinə çevrilə bilər qurudulduqdan sonra. Həmçinin də bu sular yenə deyirik ki, quruntu suları ilə qidalanırlar bu bataqlıqlar. Üst bataqlıq isə hamar relyefdir, atmosfer, yəni yağışla. Baxın, alt bataqlıq quruntu suyudur, amma üst bataqlıq yağışla qidalanır. Torfun qalınlığı çoxdur. Bu ərazilər meşə tundra, tayqa ərazisi ola bilər. Bataqlıqlar da əsasən buzlaqlar kimi mühüm təsərrüfat əhəmiyyətinə malikdir ki, üst bataqlıqlar qurudalaraq torf əlavə edilir. Yəni, bu torf nə üçündür? Yanacaq istifadə oluna bilər. Həmçinin də dünyada torfleşən ilk elektrik stansiyası da Rusiyada yerləşir ki, bataqlıqlar təbii ekosistem üçün mühüm rol oynayır. Yəni, torfdan biz necə istifadə edə bilərik? Enerji alınmasında. Ekvatorial meşələr, məsəl üçün Amazon meşələri, tayqada, daimi donuşluq, subarktik ərazilərdə, bu kimi ərazilərdə qalın torf qatı olur. İri bataqlıqlara yenə deyirəm, Amazon və Kongo çay hövzələrində, Qərbi Sibirdə rast gəlinə bilər. Bataqlıqları isə Rusiyada, Belarusiyada, Kanada, Finlandiya kimi ölkələrdə
Və Vasyugan və Polesya bataqlıqları ən böyük bataqlıqlardır. Yada saxlayın. Vasyugan Rusiyada yerləşir. Polesya isə Ukrayna və səhv eləmirəmsə Belarus sərhədindədir ki, bu bataqlıqlar da enerji alınmasını torf üçün çox mühüm əhəmiyyət kəsb edəcəkdir. Bir də sizə su obyektləri haqqında məlumat verək. Su obyektlərinə biz süni deyirik. Bunlara su anbarları, kanallar, kollektorlar, süni gölməçələr aiddir ki, insanlar tərəfindən hazırlanır. Su anbarlarının müsbət cəhətləri var. Çay axımı tənzimlənir, elektrik enerjisi alınır, əhali su ilə tələbatı təmin olunur, idman, turizm, balıqçılıq, gəmiçi istifadə olunur. Mənfi cəhət ondadır ki, bu su anbarı tikildiyi zaman torpaq, meşə su altında qalır, yeraltı sularının səviyyəsi qalxır, ərazidə şoranlaşma baş verir. Dünyada suvarma üçün tikilmiş ən böyük su anbarı Nil çayı üzərində Asuandır. Yada saxlayın, ən böyük su anbarı Asuan su anbarıdır. Əgər çay üzərində birdən çox su anbarı tikilirsə, bu olacaq kaskad su anbarı. Kanallar isə süni çaylara deyilir. Məsəl üçün, kanallar iki yerə bölünür. Gəmiçilik və suvarma. Dünyanın ən məşhur gəmiçilik kanalı Panamadır. Panama haradadır? Cənubi Amerikada. Şimali və Cənubi Amerikanı ayıran bir kanaldır. Süveyş kanalı Afrika ilə Asiyanı ayırır. Kil kanalı Jutlandiya yarımadasındadır. Almaniya və Danimarka sərhədində. Həmçinin də bunu yada saxlayın. Kil kanalı sırf Almaniya ərazisindən keçir. Volga-Don kanalı, Volga-Baltik kanalı, Ağdəniz-Baltik kanalı. Bu kanallar belə deyək ki, mühüm gəmiçilik kanallarıdır. Dünyanın ən uzun suvarma kanalı isə Türkmənistanda Qaraqum kanalıdır. Bu kanal Amudərya çayından başlayan bu kanaldır ki, ərazilər, pambıq sahələri suvarılır. Azərbaycan ən uzun suvarma kanalı isə Samur-Abşeron kanalıdır. Bunları mən dediyim kimi yazın və qeyd götürün ki, çünki çox vacibdir. Bunlar sual kimi düşə bilər sizə. Bir də sizə buzlaqlardan danışaq. Buzlaqlar quru üzərində hərəkət edən buz topalalarıdır ki, qurunun 11%-ni, yəni 16,3 milyon kvadrat kilometr ərazini əhatə edir. Onlar qar xəttindən yuxarıda yaranır. Qar xətti il boyu, hətta yay aylarında da sıfır olur. Qar xəttindən yuxarıda olan sahələrdə isə qar əriməyə macal tapa bilmir. Bu sual düşə bilər ki, dənəvər, tutqun rəngli buz necə adlanır? Deyəcək ki, qar tədricən sıxılırsa və köhnə qar adlanırsa, deyəcək buna Firin qarı. Yəni, köhnə qar necə olacaq? Firin. Lakin süd rəngli, şəffaf, bu qar olacaq qleçer qarı. Qlisologiya buzlaqları öyrənən elmdir. Bu düşə bilər sizə sual kimi. Qlisologiya nə? Deyəcək ki, buzlaqları öyrənən elmdir. Həmçinin də yerin iqlim xüsusiyyətlərinə görə yamacın istiqaməti də qar xəttinə öz istiqamətini göstərir. Məsələn, ekvatora baxan tərəfdə yamaclarda qar xətti hündür olur. Lakin əks yamaclar nisbətən aşağı olacaqdır. Məsəl üçün deyək, Azərbaycanda buzdağın hündürlüyü 4000-dən hündürdür. Bazardüzü, Şahdağ, Tufandağ, Qapıcıq göstərmək olar. Çünki Azərbaycanda hündürlük 4000-dən başlayacaqdır. Və quruda buzlaqları biz dağ və materik buzlaqlarına böləcəyik. Dağ buzlaqları olacaqdır qar xəttindən yuxarıda ərazilərdə. Materik və örtük buzlaqları isə əsasən Antarktida, Qrenlandiya ərazilərindədir. Aysberglər də bilirik ki, böyük buz parçalarıdır. Həmçinin sual düşür ki, daimi donuşluq, deyəcəyik, daimi donuşluğun yaranması səbəbi nazik qar örtüyüdür. Baxın, nazik ya qalın deməyəcəyik. Nazik qar örtüyü, həddindən artıq aşağı temperatur çox və bunu göstərirsiniz qalın qar örtüyü. Xeyr, daimi donuşluq yaradır. Nə? Nazik qar örtüyü. Ən çox qütbyan ərazilərdədir. Antarktida, Qrenlandiya, Şimali Amerikada daha çox rast gəlinir. Dağ buzlaqları müxtəlif çaylar qidalanır ki, və bu buzlaqların çox böyük əhəmiyyəti var. Yəni, buzlaqlar bizim üçün nədir? Şirin su mənbəyidir. Ona görə də buzlaqların belə deyək, əhəmiyyəti də təbiət üçün, insan üçün çox vacibdir.